Sizə Buğa bürcü altında doğulan insanlar haqqında məlumat vermək istəyirəm ki, buğalar ürəkdir. Buğalar öz sözün deyəndirlər. Buğalar möhtəşəmdirlər. Buğalar, baxmayın ki, buğalar əsəbləşəndə demək olar ki, öz yaxın insanların da belə ayaqlarının altına ala bilirlər. Yəni, öz sözündən dönməyən, sədaqətli, vəfalı, cəfakeş insanlardır. Buğa bürcü altında doğulan kişilər demək olar ki, 30 yaşına qədər nəyə nail olurlarsa olsunlar, amma 30 yaşından sonra onların ruzusu, bərəkəti başlarından aşır. Və buğa bürcü altında doğulan insanlar xərcləyən olurlar, arı kimi çalışqan olurlar, xərcləyən olurlar, cibi açıq, əli açıq, səxavətli olurlar. Amma buğa bürcü altında doğulan kişiləri, xanımlar həmişə tumarlamaq lazımdır. Onları əgər demək olar ki, nəzakətlə, öz sevginizi onlara anlada bilsəniz, buğa bürcü altında doğulan kişilər xanımlardan əl çəkməyəcəklər. Qaldı ki, buğa bürcü altında doğulan xanımlar çox vəfalı, sədaqətli insanlardır. Əgər kişinin yanında buğa bürcü altında doğulan xanım varsa, o kişi xoşbəxtdir. Buğa bürcü altında doğulan xanımların bəziləri xoşbəxt ola bilməsələr də belə öz dərdlərin, sərlərin işlərində saxlayırlar. Ev quran xanımlar olur, ev yıxan xanımlar olmur, çox vəfalı xanımlar olur, sədaqətli xanımlar olur, qohuma, əqrəbiyə, dosta, tanışa əl tutan olur. Amma neynəsinlər ki, kimə yaxşılıq eləyirlər, yamanlıq görürlər. Və buğa bürcü altında doğulan xanımların evinə qonaq gəldisə, heç nədən heç nə düzəldir, gözəl bir süfrə salır. Və onun üçün də buğa bürcü altında doğulan xanımlar möhtəşəmdir və bu xanımların qədrini bilin kişilər. Və onun üçün də buğa bürcü altında doğulan insanlar sədaqətli, vəfalı insanlardır və bunun hamısının sonra da canlıma gələrsiz danışacağım sizə. Və bürcləri də aram-aram bəyənin, like edin, paylaşın. Öpürəm sizi buğa bürcü altında doğulan insanlar. Eşq olsun buğalara.